Okey, başlayarıq mövzu 2-nin ikinci hissəsindən. Yəni, fərdi komitələrin əsas xarakteristikaları, təsnifatları, xüsusiyyətləri, qurğuları və onların iş prinsipləri. Okey, başlayaq. Deyir ki, fərdi komitələrin 3 əsas tərkib hissəsi var. Sistem bloku, monitor və klaviatura. Monitor və klaviatura'nın nə olduğunu siz rahat şəkildə bilirsiniz. Əsas danışaq sistem blokundan. Sistem bloku nədir? Deyir ki, həyati qurğuların mərkəzidir. Eləcə də bütün hesablama və saxlama prosesləri burada gedir. Nə demək istəyir qısa şəkildə? Deyir ki, kompüterin işləməsi üçün lazım olan bütün əsas qurğular sistem blokunda yerləşir. Yəni, sistem bloku bütün əsas qurğuları, kompüterin işləməsi üçün lazım olan bütün əsas qurğuları özündə birləşdirir. İndi baxaq sistem blokunun daxilindəki qurğulara. Deməli, birinci qida blokudur. Qida bloku nədir? Baxın, adından da göründüyü kimi kompüterin qurğularına enerji verən, onları qidalandıran qurğudur. Adına fikir versəz, əslində biləcəksiniz. Qida bloku kompüterin qurğularına enerji verir, yəni onları qidalandırır. Lakin gördüyü bir dənə iş var. Nədir o? Deyir ki, qida bloku dəyişən cəryanı sabit cəryana çevirir. Niyə? Razetdən gələn cəryan, enerji hər zaman dəyişən cəryandır. Ancaq kompüter sabit cəryanla işləməlidir. O zaman qida blokunda üzərinə düşən iş nədir? Razetdən gələn dəyişən cəryanı çevirməlidir sabit cəryana. İkincisi anakartdır. Anakart nədir? Kompüterin ürəyidir rəsmən. Deyir ki, bütün əsas qurğuları saxlayır və informasiya mübadiləsini tənzimləyir. Biz sistem bloklarına nə demişdik? Demişdik ki, bütün əsas qurğuları özündə birləşdirir. Elə deyilmi? Baxın, həmin o qurğular anakartın üzərində yerləşir. İndi keçək sərt diskə. Deyir ki, informasiyanı uzun müddət yadda saxlamaq üçün istifadə etdiyimiz yaddaş qurğusudur. Baxın, şəkillərimiz, videolarımız, proqramlar, əməliyyat sistemi hamısı sərt diskdə əslində. Sərt diskdə saxlanılır. Dördüncüsü disk sürücüsüdür. Disk sürücüsü nədir? Bizim CD və DVD-lərimiz var, elə deyilmi? Həmin CD və DVD-lərə informasiyanın yazılması və ya oradan bir informasiyanın oxunulması, bax, bu disk sürücüsünün köməyi ilə edilir. Yəni, disk sürücüsünün gördüyü əsas iş budur. Sərt disk haqqında yenə yazmışıq. Deyir ki, informasiyanı uzun müddət yadda saxlamaq üçün istifadə etdiyimiz yaddaş qurğusudur. Və o ki, bax, bunu deyirdim. Kompüterimizdəki şəkillərimiz, videolarımız və s. hamısı sərt diskdə yadda saxlayırıq. Gəlirik indi anakartın üzərindəki qurğulara. Baxın, anakartın üzərindəki mikroprosesor var, əməli yaddaş var, daimi yaddaş, keş yaddaşı, SMOS, chipsetlər, şinlər, portlar, slotlar və s. İndi hamısına sıra ilə baxaq. Deməli, başlayaq nədən? Mikroprosesordan. Deyək ki, informasiyanı ikilik kodda, yəni 0-1 formasında emal edən bir mərkəzdir. Biz ilk dərsimizdə demişdik, kompüterdəki informasiya necə emal edilir, yəni informasiya hansı formada olur? 0-1 formasında. Mikroprosesorda bu nə edir? İnformasiyanı ikilik kodda emal edir, yəni 0-1 formasında emal edir. Və mikroprosesorun 2 tərkib hissəsi var. Bu 3 yazmışam buraya. Riyazi prosesor, yəni sayıla bilər. Əsasən 2 tərkib hissəsi var. Bir idarə qurğusudur, ikincisi hesab məntiq qurğusudur. İdarə qurğusu nə eləyir? İdarə qurğusu əmrləri alır və prosesi yönləndirir. Yəni, üzərinə düşən iş nədir? Əmrləri aldı, prosesi yönləndirdi və ya başqa cür desək, şərh etdi. İkincisi nədir? İkinci tərkib hissəsi isə hesab məntiqi qurğusudur. Yəni, idarə qurğusundan sonra əmrlər gəldi artıq hesab məntiq qurğusuna. O əmrləri emal edir və adından da göründüyü kimi hesablayır. Əmrləri emal etdi və hesabladı. İndi burada belə bir sual çıxır ortalığa. Deyirik ki, əmrləri nə edir? Emal edir. Yaxşı, harada emal edir? Bax, burada cavab olur register yaddaş. İndi register yaddaş nədir? Yenə onun yaddaş qurğuları dərsində başa düşəcəksiniz. Deməli, mikroprosesor əmrləri harada emal edir? Register yaddaşda. Hansı formada emal edir? 0 və 1 formasında. Baxın, bu cür şeyləri diqqətlə dinləyin. Bunu mütləq qeydə alın. Hesab məntiq qurğusunda əmrlər emal olunur və hesablanır. Harada emal olunur desə, register yaddaş deyəcəksiniz.
Aha, gəlirik indi riyazi hisso prosessoru. Riyazi hisso prosessoru nədir? Qısa şəkildə belə yadda saxlayın ki, ən mürəkkəb riyazi hesablamalar üçün bir blokdur. Sadəcə və sadəcə ən mürəkkəb riyazi hesablamalar üçün bir blokdur. İndi gəlirik mikroprosesorun əsas parametrlərindən biri. Tak tezliyi. Tak tezliyi onun sürətidir əslində. Onun da ölçü vardır. Megahertz və gigahertzdir. Okey. İndi keçirik RAM və keş yaddaşa. RAM, yəni əməli yaddaş qurğusudur. Əməli yaddaşa müvəqqəti yaddaş. Hər nəsə, birinci elə baxaq əməli yaddaşdır dedik. Bir şeyi nəzərdə saxlayın. RAM aktiv proqramları yadda saxlayır. Fikir verin, məndə burada hal-hazırda 2 dənə aktiv proqram var. Elə deyilmi? Baxın, bu ikisini yadda saxlayan nədir? RAM-dır. Deməli, RAM aktiv proqramları yadda saxlayır və belə bir şey var. RAM enerjidən asılıdır. Nə deməkdir? Kompüteri söndürsəm və enerjidən ayırsam, bu aktiv proqramlar nə olacaq? Bağlanacaq da. Ona görə deyirlər ki, RAM enerjidən asılıdır. Və bunu mütləq yadda saxlayın. Sual kimi düşə bilir. İndi deyir ki, RAM-a, yəni əməli yaddaşa müvəqqəti yaddaşda deyilir. Səbəbi nədir? Kompüteri enerjidən ayırsaq və ya söndürsək, aktiv bütün proqramlar bağlanır. Adından da göründüyü kimi müvəqqəti yaddaşdır. Kompüteri enerjidən ayırdıqda və ya söndürdükdə o aktiv proqramlar nə oldu? Bağlandı. Bax, buna görə deyilir ki, müvəqqətidir. Söndürsən bağlanacaq bütün proqramlar. İkincisi, deyir ki, əməli yaddaşa, yəni RAM-a operativ yaddaşda deyilir. Səbəbi nədir? Kompüter yandığı andan söndüyü ana qədər daim işləyir. Deməli, RAM-ın neçə adı var? Əməli yaddaş, müvəqqəti yaddaş və operativ yaddaş. Yəni, RAM-a başqa bir yerdə əməli yaddaş da deyə bilər, operativ yaddaş da deyə bilər və müvəqqəti yaddaş da deyə bilər. Bir də var burada RAM-ın ölçü vahidləri. RAM-ın ölçü vahidləri megabayt və gigabaytdır. Və belə bir şey də deyim, yenə yadınızda saxlayın. RAM ilə mikroprosessor arasında informasiya alış-verişi var. İndi bunun necə bir alış-veriş olduğunu mən keş yaddaşında deyəcəm. Sadəcə yadınızda saxlayın ki, mikroprosessor və RAM arasında informasiya alış-verişi var. Okey, keçirəm nəyə? Daimi yaddaş, yəni ROM. ROM daimi və daxili yaddaşdır. Enerjidən asılı deyil. Yəni, bugün siz kompüteri söndürsəz və ya enerjidən ayırsaz, ROM-da heç bir şey silinməyəcək. Daimi yaddaşda heç bir şey silinməyəcək. Yəni, buna görə deyirlər ki, enerjidən asılı deyil. Deyir ki, sistemin işə düşməsi üçün BIOS və post proqramlarının daxilində qoruyur. Yəni, ROM daxilində BIOS və post var. Post proqramları var. İndi baxaq görək BIOS nədir, post nədir? BIOS əsas giriş-çıxış baza sistemidir. BIOS-un gördüyü bir iş var. Əməliyyat sistemini sərt diskdən alır, RAM-a yükləyir. Əməliyyat sistemi sərt diskdən aldı, apardı, RAM-a yüklədi. Bax, bu prosesin adına deyilir boot prosesi. 2 oynan. Bir də belə bir şey də deyim, unutmadan. Kompüter istehsal olundu. Baxın, kompüter istehsal olunanda daxilindəki yeganə proqram BIOS-dur. İndi baxaq post nədir? Post da qısa şəkildə belə deyək də, anakart üzərindəki bütün vacib, yəni post zamanı anakartın üzərində nə ki vacib qurğular var, hamısı yoxlanılır. Yəni post zamanı anakart üzərindəki bütün vacib qurğular yoxlanılır. Qısa şəkildə belə yadda saxlayın. Okey, indi bunları da izah etdik. Gələk indi keş yaddaşına. Deyir ki, mikroprosessor və RAM arasındakı sürət fərqini aradan qaldıran sürətli keçid buferidir. Nə demək istəyir? Biz biraz əvvəl nə dedik? Dedik ki, yəni əməli yaddaşda dedik ki, mikroprosessor ilə RAM arasında informasiya alış-verişi var. Lakin burada bir problem var. Nədir o problem? Mikroprosessor sürət cəhətdən RAM-la sürətlidir. Yəni informasiya alış-verişində RAM sürət cəhətdən mikroprosessordan geri qalır. RAM sürət cəhətdən mikroprosessordan geri qalmasın deyə
cache yaddaşını yaratdılar. Yəni bu ikisi arasında bir bufer qoydular. Həmin bu buferin də adı cache yaddaşıdır. Yəni sürətləri bərabərləşdirir. Bunun da iki səviyyəsi var. Birinci səviyyə və ikinci səviyyə. Birinci səviyyədə sürət çox olur, yaddaş az olur. İkinci səviyyədə isə əksinə. Yaddaş çox olur, sürət az olur. Okey, keçirik nəyə? SUMOS, şimal chipset, cənub chipset portlar və s. SUMOS nədir? Siz kompüteri yandırdınız, işə saldınız, sağ aşağı küncdə ayın tarixini görürsünüz, bir də saati görürsünüz. Bax, bunlar hamısı SUMOS sayəsindədir. Deyir ki, SUMOS nədir? Saat, tarix və BIOS konfigurasiyalarını yadda saxlayır və enerjini xüsusi daxili batareyadan alır. Nə demək istəyir? Deyir ki, SUMOS kompüter enerjisindən asılı deyil. Yəni ROM-dakı kimi kompüter enerjisindən asılı deyil. Onun daxilində bir batareya var. Həmin batareyadan asılıdır. Yəni SUMOS enerjini hardan təmin edir? Öz daxilindəki batareyadan. Və deyir ki, həmin batareyanı çıxartsanız SUMOS əvvəlki vəziyyətini, yəni ilk dəfə istehsal olunanda hansı zamanı, hansı tarixi göstərirsə, həmin vaxta qayıdacaq. Gəlir chipsetlər. Chipset nədir? Chipset informasiya axınına nəzarət edir. İnformasiya axınına nəzarət edir. Var şimal chipset, var cənub chipset. Şimal chipsetə mikroprosesor RAM və videokart aiddir. Yəni bu 3 dənəsi şimal chipsetə aiddir. Bax, bu qalanları hamısı cənub chipsetə aiddir. Okeydirmi? Məncə okeydir. Gəlir indi portlar. Portlar haqqında geniş bir slaydda hazırlamışam. Sadəcə portlar deyil, digərləri də var. Burada şinlər, slotlar və s. Okey, buradan davam edək. Gəlirik portlar. Port nədir? Port xarici qurğuların qoşulma yuvalarıdır. Məsələn, siz bir kompüterə, məsələn, deyək ki, printer, skanner, bir flash kart, başqa bir məsələn USB qoşursunuz, elə deyilmi? O USB-ni qoşduğunuz o boşluq var ha. Həmin o boşluğun əsl adı portdur. Portlar da nədir? Xarici qurğuların qoşulma yuvalarıdır qısa şəkildə. İndi aşağıdakı növləri var, sırayla baxaq. Birincisi LPT-dir. Deyir ki, 25 kontaktlı paralel portdur. Əsasən printer və skanerlərin qoşulması üçün nəzərdə tutulub. Bunu mütləq yadınızda saxlayın. İkincisi COM-dur. Deyir ki, 9 kontaktlı ardıcıl portdur. Üçüncüsü USB-dir. Hər birimizin çox yaxşı bildiyi. USB-dir. Deyir ki, çox sürətli informasiya ötürmə qabiliyyətinə malik ardıcıl portdur. USB 1.1, 2.2, 3.0 və 3.1 növləri mövcuddur və bunların içərisindən ən sürətlisi USB 3.1-dir. Bax, bunu mütləq yadınızda saxlayın. USB-nin növləri 1.1, 2.0, 3.0 və 3.1-dir, amma ən sürətlisi 3.1-dir. Deyir ki, müasir printerlərdə çox vaxt bu port vasitəsilə qoşulur. Üçüncüsü, yəqin ki, bunu özünüz oxuya bilərsiniz. Apple şirkət tərəfindən hazırlanmışdır və əsasən rəqəmsal kameraların qoşulması üçün nəzərdə tutulub, istifadə olunur. Və gələk digərinə. PS2. Deyir, vaxtı ilə mouse və klaviaturanın qoşulması üçün istifadə edilən bir port növüdür. PS2 siçan və yəni mouse və klaviaturanın qoşulması üçün nəzərdə tutulub. Və gələk sonuncusuna. VGA. Deyir ki, monitorları qoşmaq üçün istifadə olunan portdur. Monitorları qoşmaq üçün istifadə olunan bir portdur. Bunu mütləq yadınızda saxlayın. Gəlirik nə? Şinlər və slotlar. Şinlər nədir? Deyir ki, prosesorla yaddaş arasında və ya giriş-çıxış qurğularının idarə sxemləri arasında verilənlərin və eləcə də idarə siqnalların ötürülməsini təmin edən naqillər yığınıdır. Baxanda çox çətin bir cümləyə oxşuyur. Amma nə deməkdir? Qısa şəkildə belə yadda saxlayın. Şinlər nədir? Kompüterdə informasiyanın hərəkət etməsi üçün yaradılmış yollardır. Maşınların necə hərəkət etməsi üçün yollar varsa, kompüterin daxilində də informasiyanın hərəkət etməsi üçün müəyyən yollar var. Bax, həmin yolların adı olur şinlər. Gəlir slot nədir? Slotlar nədir? Deyir ki, əlavə plataları, məsələn, video kartı, nə bilim, səs kartını və s. ana karta qoşmaq üçün nəzərdə tutulmuş yuvalardır. Deməli, slotun əsas məqsədi nədir? Əlavə plataları ana karta qoşur. Əsas işi budur.
Daha doğrusu tək işi budur. Okey, gəlirik nəyə? Video karta. Video çox uzun oldu, elə bil. Hər nəsə. Video kart. Video kartın gördüyü iş nədir? Görüntünü monitor, proyektor və ya TV kimi qurğulara ötürür. Yəni video kartın əsas işi bir görüntünü alır, başqa bir qurğuya ötürür. Yəni monitor, proyektor və ya TV kimi qurğulara ötürür. Siz kompüteri ki yandırdınız, o monitorda müəyyən bir görüntü görürsünüz ha. Həmin o görüntünü monitora ötürən video kartdır. Və ya TV-də gördüyünüz görüntünü, proyektorda gördüyünüz görüntünü ona ötürən video kartdır. Deyir ki, informasiyanı həm daxil edir, həm də xaric edir. İkincisi, baxın, video kart hər zaman işləyir. Yəni daim işləyir. Kompüter ki açsınız, monitorda şey görürsünüz, bir görüntü görürsünüz hər an. Hər saniyə dəyişə bilər o görüntü. Bax, hamısını təşkil edən, monitora ötürən video kartdır. Kompüter açdığın andan etibarən işlədiyi üçün çox qızır. Və buna görə də üzərinə kuller qoşulur. Kullerin əsas məqsədi nədir? Soyuducudur. Yəni çox qızdığı üçün ona bir soyuducu sistem, yəni kuller qoşulur. Üçüncüsü, deyir ki, özünün şəxsi mikroprosesoru var. Video kartın özünün şəxsi bir mikroprosesoru var. Aha, ən önəmli hissə budur, bunu mütləq yadınızı saxlayın. Deyir ki, analog informasiyanı rəqəmsala, rəqəmsal informasiyanı isə analog informasiyaya çevirir. Biz birinci dərsimizdə analog informasiya nədir, rəqəmsal informasiya nədir, onu demişdik. Təbii şəkildə aldığımız informasiya analog informasiyadır. Məsələn, səs eşidirik də və ya toxunub nəyinsə haqqında bir informasiya, bir məlumat alırıq, elə deyilmi? Nəyisə görürük, informasiya alırıq. Bax, bu təbii şəkildə aldığımız informasiya olur analog informasiya. Bir də var qurğulardan, kompüter daxilindəki o informasiya var. Ha. Bu olur rəqəmsal informasiya. Deməli, analog informasiya təbii halda aldığımız informasiyadır. Qurğulardan aldığımız, yəni kompüter daxilindəki daha doğrusu informasiya olur rəqəmsal informasiya. Və aşağıdakı portlarla da qoşulur video kart. Okey, gəlirik nəyə? Səs kartı və şəbəkə kartı. Səs kartı səsi müxtəlif qurğulara ötürən və eləcə də səs informasiyasını həm daxil, həm də xaric edən qurğudur. Video kartda necə görüntünü bir qurğudan digər qurğuya ötürürsə, səs kartı da yenə səsi bir qurğudan götürür, başqa bir qurğuya ötürür. Səs informasiyanı həm daxil edir, həm də xaric edir. Yenə səs kartının da öz mikroprosesoru var. Burada da yenə analog informasiyanı rəqəmsala, rəqəmsalı da analoga çevirir. Okey, səs kartında da lazım olan məlumatlar budur. Aha, indi gələk şəbəkə kartına. Deyir ki, kompüterin şəbəkəyə, yəni internetə giriş və çıxışını təmin edən qurğu şəbəkə kartıdır. Deməli, şəbəkə kartının gördüyü iş nədir? Kompüterin internetə olan giriş çıxışını təmin etmək. Üstüyor. İnformasiya mübadiləsi zamanı, yəni mesaj yazdıqda və qəbul etdikdə aktiv iştirak edir. Öz mikroprosesoru yenə səs kartında necə, video kartda necədirsə, şəbəkə kartında da elədir. Öz mikroprosesoru mövcuddur və analog informasiyanı rəqəmsala, rəqəmsalı da analoga çevirir. Aha, və sonuncu səhifəmiz video kart, səs kartı və şəbəkə kartı haqqındadır. Yəni video kartın əsas funksiyası nə idi? Görüntünü bir qurğudan alır, başqa bir qurğuya, məsələn monitora, TV-yə, proyektora ötürür. Şəxsi prosesor varmı? Var. İnformasiya çevirməsi necədir? Analogu rəqəmsala, rəqəmsalı da analoga çevirir. Giriş-çıxış qabiliyyəti həm daxil, həm də xaric edir. Səs kartını da yenə səsi bir qurğudan digər qurğuya ötürür. Mikrofona, dinamik sistemlərə ötürür də, belə qısa şəkildə desək. Yenə bunun da şəxsi bir mikroprosesor varmı? Var. Yenə rəqəmsal informasiyanı, analog informasiyanı rəqəmsala, rəqəmsalı da analoga çevirir. Giriş-çıxış qabiliyyəti də var. Şəbəkə kartında yenə görürsünüz, yenə şəxsi mikroprosesor varmı? Var. Yenə analoga, rəqəmsala, rəqəmsalı da analoga. Baxırsınız, görürsünüz ki, demək olar ki, şəxsi mikroprosesoru hər birinin var. Bunu mütləq yadınıza saxlayın. Həm video kartının, həm səs kartının, həm də şəbəkə kartının öz şəxsi mikroprosesoru var.
və hər biri analoq informasiyanı rəqəmsalda analoqa çevirir. Okey, demək olar ki, əsas bütün məlumatları da verdik. Üçüncü hissə artıq olacaq nələrdən bir də baxaq. Üçüncü hissə olur nə? Daxili və xarici yaddaş qurğuları, periferiya qurğuları. Ondan sonra keçərik alqoritmlərə. Sağ olun, özünüzə yaxşı baxın. Okey.